Salam dostlar, xoş gördük. Əziz dostlar, videonu həmişə axıra qədər izləyin, sonra fikirlərinizi yazın zəhmət olmasa. Bir şey də qeyd edeyim ki, aşağıda gördüyünüz mənim WhatsApp nömrəmdir. Təbii ki, kanalıma sponsor olmaq üçün, reklam yerləşdirmək üçün aşağıdakı nömrəmlə əlaqə saxlaya bilərsiniz. Bir də ki, Çindən əgər topdan mal gətirmək istəyirsinizsə, traktor, ekskavator, dəzgah filan, yenə də aşağıdakı WhatsApp nömrəmlə mütləq əlaqə saxlayın. Seymur Baycan adlı yazıcı var. Az qala yarım əsrdir ki, Azərbaycanda de jure müstəqillikdir. Lakin Azərilər ruhda və fikirdə müstəqil ola bilmirlər. Əyalət sindromundan kəskin əziyyət çəkən Azərilər türklər tərəfindən sevilmək, türklərdən bir malades almaq üçün əllərindən gələni eləyirlər. Hansısa bir türk serialında Azərbaycan mahnısı səsləndirilsə, Türkiyədə keçirilən hansısa bir musiqi yarışında Azərbaycan mahnısı oxunsa, məmə deyəndən pəpə deyənə qədər kül halında şənlənirlər, sevinirlər, xoşbəxt olurlar. Qəzetlər və sosial şəbəkə səhifələri bundan xəbər düzəldib partapart yayırlar. Məşhur türk serialında Azərbaycan mahnısı səsləndi. Ura, ölmədik, bugün də gördük, şükür yaradana filan yazırlar. Təbii ki, belə şeylər var. Mən bunu inkar eləmirəm. Ərz edək ki, Azərilərin əyalət sindromundan kəskin əziyyət çəkməsini türklər çoxdan bilirlər və həm siyasi, həm iqtisadi, həm də məişət müstəvisində Azərilərin bu milli psixoloji zədəsinin dərinləşməsində maraqlıdırlar. Niyə qərəzli deyirəm bu adama, dostlar? Bu adam bir rəssam var idi, adı yadımdan. Gündüz Ağayan erməni çıxıb müharibə dövründə demişdi ki, hələ Qarabağ azad olunmamışdan öncə demişdi ki, sual vermişdi jurnalist, Qarabağ kimindir? Demişdi, onu zaman göstərəcək kimindir? Bunlar erməni dölündən əmələ gələnlərdir. Yəni bu o camiadandır. Mən bunun yazısında olan faktları inkar eləmirəm. Bəli, bizdə var. Nə üçünsə fəxr eləmək, keçən dəfə bu haqda danışmışdım. Hər şeylə fəxr eləmək sindromu olan insanlar var. Nə bilim, tutaq ki, hansısa serialda Azərbaycan mahnısı səsləndi, bunu qürur mənbəyi eləmək. Fərqi yoxdur. Bu Türk olsun, Türkiyə olsun, nə bilim, Rus olsun və yaxud da nə bilim, Amerika olsun. Amerikada məsələn hansısa filmdə Azərbaycanın adı keçir, Azərbaycan danışırlar. Bugün fəxr elə Azərbaycan. Bu fəxr olması bir şey deyil. Yəni bu əziklikdir, söhbəti yox. Bu öz yerində. Seymur Baycana niyə irad bildirirəm? Seymur Baycanyana. Ona görə ki, bu adam artıq neçənci yazısıdır ki, Türkiyə haqqında mənfi belə türk düşmənçiliyi aparır. Yəni qərəzli mövqe bildirir. Məsələn, Azərbaycanda hansısa Türkiyədən keçən bir söz varsa, istifadə edirsə, ona münasib irad bildirir. Okey, mən də bildirirəm. Amma əsla görməzsiniz ki, Rus dilində istifadə olunan sözə və yaxud da Rusiyaya bu etiraz bildirsin. Əyalət sindromu deyir, amma buradan da durub Soveti tərifləyir. Sovet dövrü belə idi, Sovet dövrü elə idi, Yəni bu insan bildiyin türk düşmənçiliyi aparır. Milliyyəti də bilinmir nədir. Türk düşmənçiliyi aparır. Bunun mövqeyisi Azərbaycan dili, Azərbaycan xalqı, bu kimi şeylər deyil. Bu sırf türk düşməni olduğuna görə həmişə bu mövzuda, yəni Türkiyə haqqında yazılar yazır. Mən ona təbii ki, irad bildirirəm, ona görə tənqid edirəm. Yoxsa durub qərəzsiz yazsa, başqa xalqları da, nə bilim, Rusiyanın haqqında bir mənfi bir şey yazsa, deyərəm ki, halaldır, bu həqiqətən xalqı düşünür. Bu Rus tulasıdır. Rus da deyil, ümumiyyətlə kimin tulasıdır bilinmir. Qərəzli mövqe bildirən yazıcı olmaz. Ancaq, belə deyək də, eşşək ola bilər. Bir yazıcı qərəzli mövqe bildirməməlidir. Deməli, sosial şəbəkələrdə belə bir şey gördüm, dostlar. Belə bir qılıncdır, süni intellektlə düzəldiblər, nə ilə düzəldiblər? Yazıblar üstünə Həzrəti Əlinin qılıncı. Hər dəfə istəyirəm bu mövzuda münasibət bildirməyim, amma ürəyim dözmür, dostlar. Heç olmasa bunu süni intellektlə düzəldəndə inandırıcı olmaq üçün Zülfüqar formasında düzəldərdiniz. Bu özdə bu qılınc özdə şey qılıncıdır. Avropalılara məxsus uzun, müsəlmanlarda şərq aləmində qılınc belə aypara şəklində olur. Yəni, debildilər də, bilmirlər axı, dünyadan xəbərləri yoxdur. Maldılar çünki. Çünki maldılar. Hələ bu arasıdır. Bunu göstərib deyirlər ki, Həzrəti Əlinin bu şəkli Fransanın Paris muzeyində saxlanılıb.
Fransanın Paris muzeyində. Ay qoyun, Həzrət Əlinin dövründə fotoaparat olub. Həzrət Əlinin ümumiyyətlə şəkli var. Canlı oxuya bilirsinizmi? Oy, ayıb olar. Canlı oxumayan bilməyən müğənnim həmçin deyil axı. Niyə canlı oxuya bilmirəm? Dağlarda maral gəzər, hələ yar məndən kənar gəzər. Mən yaram eyləmişəm. Qəşəng də qızdır. Sən niyə gəlib özü biabır eləyirsən orada? Niyə, nə məcburdur? Niyə belə eləyirsən? Özdə hansı janra girişirsən? Hansı mahnını oxuyursan? Heç olmasa, nə bilim, Çini Çaydanı zadı canlı oxu deyim ki, cəhənnəm. Onsuz da Çini Çaydan fərri başlı mahnı deyir, o nə diyor? Şey mahnısı, Kəmalə Günəşlinin mahnısı. Nə bilim, vallahi, nə deyəsən? Heç nə deyə bilmirəm. Artıq yəni canlı yayımda biabır olub da, mənim onu bir daha biabır eləməyim. Mən sadəcə sizə göstərdim ki, özündən deyən müğənnilər var ha. Ay elə bilim belə, ay məncə. Yəni bir müğənni ümumiyyətlə özündən deməməlidir ki, məsələn, mən beləyəm, mən eləyəm. Onsuz da bunu xalq deyir. Yəni tamaşaçı, xalq, dinləyici deyir ki, bu yaxşı müğənnidir. Amma bir müğənni desə ki, mən elə, mən beləyəm, xalq demirsə, bir dənə siz mənim canım xəbərə baxın. Valla deyirəm, mən bunlar haqqında danışmaq istəmirəm. Bu xəbər saytları var, bunlar haqqında belə şey paylaşırlar. Yenə deyirəm, bu mənim YouTube kanalımdır. Mən burada sizə xəbər çatdıracağım, ciddi xəbərlər verəcəm deyə bir əhd eləməmişəm, söz verməmişəm. Əyləncə kanalımdır, vlog da çəkirəm, tənqidi videolar da çəkirəm, dublaj da eləyirəm. Nə istəyirəm, eləyirəm də bir sözlə də. Yəni mən söz verməmişəm ki, bunlar haqqında danışmayacağım. Amma xəbər saytları deyir ki, biz xəbər saytıyıq, ədliyyədən, qeydiyyatdan keçirlər. Amma durub bu kimi xəbərlər paylaşır. Bura bax. Bayram Nurluya sevgililər gününə sevgilisindən qeyri-adi hədiyyə, gözlərinin rəngi dəyişdi. Siz xəstəsiz, gicsiniz, Bayram Nurlunun gözünün və yaxud da bizə nə dəxli var? Dostlar, bax, sizə bir söz deyim. Siz bəzən elə tamaşaçılar olur, fikirləşir ki, mən bu cür iyrənclikləri göstərməklə reklam eləyirəm. Bunu dəfələrlə deyirəm. Bunları reklam eləməyə ehtiyac yoxdur. Bunlar zaten tanınırlar. Bunlar zaten tanınırlar. Yəni, bir adamı, belə deyək də, mən bunu tərifləmirəm ki, zordur, bombadır, pis bir şeyi göstərmək lazımdır. Pis bir şeyə irad bildirmək lazımdır. Onu eləmə, bunu eləmə, bu reklam olundu. Sən bunu yaxşı tanımırsan ki, pis tanıyırsan, o nəyə reklam oldu? Anti-reklam da özü böyük bir reklam. Boş şey dostlar. Anti-reklam böyük reklam deyil. Anti-reklam, ümumiyyətlə, reklam başqa bir şeydir. Siz reklamla tənqidi ayıra bilmirsiniz. Bəziləri nəzərdə tuturam təbii ki. Nəysə dostlar, bugünlük bu qədər. Özünüzə yaxşı baxın. Görüşərik. Hələlik.